Elşad Miri, əsl İslam Azəri pir seyidlərindən başlanır. Son vaxtlar sosial şəbəkələrdə Quranda yazılanların müzakirəsi əsas mövzuya çevrilib ki, bu müzakirələrdə sadəcə ərəb dilini bilən bəzi cahillər özlərini xalqa İslam alimi kimi təqdim etməyə çalışırlar. Bu ekspertlər arasında Quranda yazılmayan İslam adət-ənənələrini mənasız inanc hesab edən Elşad Miri adlı dinşünas kütlə arasında dırnaqarası savadlı din alimi kimi şöhrət qazanmağa nail olmuşdur. Mən bu dinşünasa onun Quranda yazılanların əsl mahiyyətini dərk etmədiyini bildirəndə bir qrup insan sosial şəbəkədə məni təhqir etməyə başladı. Ağlı başında olan heç kim başqa bir nəfərlə müxalif fikirdə olanı təhqir etməz. Mənim də sosial şəbəkələrdə yazılarımın həqiqət olduğuna inanan dostlarım var. Lakin onlar heç vaxt mənə görə kimizi təhqir etmədilər və etməzlər də. Görünür ki, bu trollar Elşad Mirinin göstərişi ilə məni təhqir edirlər. Bununla bağlı mən Elşad Mirinin cahil trollarına bildirmək istəyirəm ki, Elşaddan fərqli olaraq mən Quranın gizli, yəni batini mənalarını izah edən Batini Quran və digər 7 kitabın 300-ə yaxın elmi məqalənin müəllifiyəm. Və Quranı Rəbbin adı ilə oxuyanların, yəni Süleyman Peyğəmbərə verilmiş quş dilini bilən sufi ariflərin nəslinin nümayəndəsiyəm. Quranda iqra, yəni oxu dedikdə, İslamın başlanğıc dönəmində bütün hədisləri yazan, Quranın 7 qat dərin batini mənalarını dərk edərək oxuyan və Qari adlanan İsmaili natiqləri nəzərdə tutulur. Qarilər qədim Misirin Qor Allahının yolu ilə gedən pir, fironlar nəsli olduğu üçün danışan Quran da adlanırlar. İslam bu Qor yolu ilə gedənləri Məhəmməd Peyğəmbər və onun əshabələrinin yolunu gedənlər kimi təqdim edir. Və bu haqda mən internet səhifələrimdəki Əhl-i Sünnə və onların ağlasığmaz sirləri adlı məqalədə yazmışam. Qədim Misirin bu Qor fironları, pirləri nəsli Tövratda Aqar, yəni Həcər, Qacar şahlar nəsli adlanır ki, onlar Midiyanın Gelat elinin İsmailləri olmuşlar. Ərəb mənbələrində Qacar şahlar nəslinin Gelat İsmailləri İfrat Gelat şiyələri kimi də məlumdur. Digər mənbələrdə Gelat eli, Xelat, Xalda, Xaldeya, Kalyada və s. kimi də keçir. Mətnlərdə Xelat Azərbaycan Atabəklər ailəsinin malikanəsi adlanır. Başqa sözlə, Rəbbin adı ilə, daha doğrusu Rəbbikanın, yəni Rəbbəgin adı ilə oxuyub 7 qat dərin mənaları anlayan Qari nəsli Azərbaycan ərazisində mövcud olmuş Midiya ölkəsinin Xelat Atabəkləri nəslidir. Quranda Xelat rəmzi xüld kimi yazılır ki, göydəki bu cənnəti Azəri Atabəklərinin əcdadı olan Pir, yəni Firon Amon yaratmışdır. Bütün qədim Misir fəlsəfəsi bu Azər Asiris nəslinin əcdadı Firon Amonun Ger şəhərinin göylərində yaratdığı cənnətə əsr olunmuşdur. Ən qədim Misir mətnləri, ofsunları bu Ger şəhərinin kahinləri tərəfindən tərtib olunmuşdur. Strabona görə qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər də bilavasitə Ger şəhərində yaşamışlar. Bu isə o deməkdir ki, Quranın 7 qat batini mənalarını anlayan Qari nəsli qədim Misir mənbələrindəki Gel, yəni Gelat kahinlərinin törəmələridir. Ərəb mənbələri məhz bu Qari natiqlərini Məhəmməd Peyğəmbərin Qureyş, yəni Qari şiə nəsli adlandırır. Qədim dövrün bütün dinləri də bu Azəri pirlərinin göydə yaratdığı xüld cənnətinə düşməsinə inandır. Və mən bu haqda internet səhifələrimdəki Osnovu всех религий является одна космические события adlı məqalədə yazmışam. Bunlarla mən onu demək istəyirəm ki, əsl İslam müqəddəs yazıların 7 qat dərin batini mənalarını bilən İsmaili natiqlərindən, yəni danışan Quranlardan başlanır. Tövratda bu natiqlər şifahi Tövratın nəsillikcə ötürüldüyü amoreylər, yəni marlar, mir seyidlər adlanır. Və mən Ustnaya Tora Glazami Sufiya Akadista adlı məqaləmdə bu haqda geniş məlumatı vermişəm. Bütün Yahudi şahları və peyğəmbərləri eyni zamanda Gilar adlanan Midiyanın, Madyamın Gelat İsmailləri olmuşlar. Yahudilər Yaqub və Raxilin oğulları hesab olunur ki, Sufi batillikdə Raxil rəmzi Gilar, Yaqub rəmzi isə Yabqu, yəni Yabəc mənasındadır. Başqa cür desək, bütün Yahudi şahları və peyğəmbərləri Gilar bəcləri nəslə mənsubdurlar. Və mənim bu haqda internetdə Veliki Diyaniye Sınavı Yakova İraxili adlı məqaləm var. Allahın özünə qulluq üçün seçdiyi məhz bu nəsil qədim Alban mənbələrində Tacqoyan və qədim şah toxumu adlanır. İslam haqqında ilk məlumatlar da bu bəclərin Tövrat kitabında verilir. Və mən internet səhifələrimdəki Əsl İslam Tövratdan başlanır adlı məqalədə göstərmişəm ki, İslam rəmzi bu kitabda
Ölənin ruhunu göydəki səlim İslam cənnətinə aparan Yaqub peyğəmbərin sufi pillələri mənasındadır. Sufilikdə İslam rəmzi İsmail rəmzi ilə eyni mənada İsa aləmi, yəni ruh aləmi deməkdir. Bu ruh aləmini, yəni Allahın evi olan Beytullahı yaradan və axirətə qədər ona qulluq edən nəsil Əncə oğlu Azər oğlu İbrahim oğlu İsmailin pirbəylər nəslidir. Və mənim internet səhifələrimdəki Azərlilərin Ənkə böyüyü kimdir adlı məqaləmdə bu vaxt ətraflı məlumatlar var. Ərəb mənbələri məhz bu Gelar bəylərini Əhl-i Beyt, yəni Beytullahın sakinləri adlandırır. Saqaleyn hədisindəki iki ağır əmanət, yəni Əhl-i Beyt və Quran kitabı da batini mənada Beytullaha 5000 il qulluq etmiş bu İsmaillər və axirətdə onların arasından çıxacaq Kutub, yəni Quranın batini mənalarını bilən dini rəhbərdir. Bütün müqəddəs yazıların əsl, yəni 7 qat dərin batini mənalarını bu dünyada yalnız İsmaillər, yəni Qacar şahlar nəslinin natiqləri bilmişlər. Əflatun Qacar şah natiqlərini kral filosoflar adlandırır və batin fəlsəfəsi qədim kralların gizli elmidir adlı məqaləmdə mən buna əlavə izah vermişəm. Qədim müdriklərə görə şahlar nəslinin batin fəlsəfəsini bu nəslin seçilmişlərindən başqa heç kim tam kamil dərk edə bilməz. Çünki Əflatuna görə Allah yalnız bu nəslin nümayəndələrinə özü ilə əlaqə xüsusiyyəti vermişdir. Quran bu əlaqəni vəh zamanı Kutubun, vəlinin ürəyinə açıq ərəb dilində ruhul əminin enməsi kimi, yəni göydə ölümsüzlük qazanmış Pir Amonun ruhunun informasiya verməsi kimi qeyd edir. Burada ərəb dili danışıq dili yox, Kutubun, Peyğəmbərin ürəyinə göndərilən Rəbb dili, yəni Allahın vəh dili mənasındadır. Sufilərə görə bütün elmlərin inkişafı Allahın endirdiyi informasiyaların hesabınadır. İmam Əli elm bir nöqtə idi, cahillər onu çoxaltdılar dedikdə də bütün elmləri əhatə edən Azəri bəclərinin sufi batin elmini nəzərdə tutur. Peyğəmbərimiz İmam Əlini elm şəhərinin qapısı adlandırarkən o özünü bəsmələnin bə hərfinin altındakı nöqtə adlandırmışdır. Başqa sözlə, İmam Əli çoxalmamış elmlərin mahiyyətini bilən son nöqtənin təcəssümüdür. Mərkəzi Asiyada nöqtə ağası ifadəsi var ki, bu da son söz sahibi kimi Cəlarilərə, yəni Gilar bəylərinə aid edilir. Bütün bunlarla mən sosial şəbəkələrdə məni təhqir edən Elşad Mirinin trollarına demək istəyirəm ki, dahi aliminiz Elşad heç vaxt nə İslamın əsl mahiyyətini dərk edəcək, nə də siz ondan bir şey öyrənə biləcəksiniz. Elşad Miriyə də bildirirəm ki, elm tək inkar etmək deyil, əsl İslam alimi hədislərə, mətnlərə elmi, məntiqi izah verməlidir ki, batillikdə bu təvil adlanır. Təvil isə sufi məntiqində Əl-Beyt, yəni Allahın göydəki evi, aləmi deməkdir. Aləm rəmzi ilk insanların səfa, yəni sufi dilində elm, alim, olum və ölüm sözləri ilə eyni mənalıdır. Başqa sözlə, əsl alim göydəki aləmin, olumun və ölümün sirlərini bilən arifə deyilir. Arif də bu məntiqdə efinin sirlərini bilən pir, yəni Fironbək anlamındadır. Əsl İslam məhz bu Azəri pir seyidlərindən başlanır. Bütün bunlar haqda daha ətraflı məlumatlar, təkzib olunmaz faktlar və mənbələr internet səhifələrimdəki Batini Quran və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə var.